Regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq Azərbaycanın bütün bölgələrində qazlaşma prosesi sürətlə davam etdirilir və Qusara da aid olunub. Təbii ki, Qusarın həm dağ ətəyi kəndlərində, eyni zamanda Qusara yaxın olan kəndlərdə qazlaşma prosesləri aparılır. Bugün də 3 oktyabr 2025-ci il tarixində Qusarın ən yaxın kəndlərindən biri olan Avaran kəndinə mavi qazın verilişi ilə bağlı tədbir düzənlənib. Burada Qusar rayon icra hakimiyyətinin başçısı, eyni zamanda Azərqazın rəsmi nümayəndələri, rayonun ictimaiyyət nümayəndələri, rayonun idarə müəssisə təşkilatların rəhbərləri iştirak edəcəklər birazdan. Mən bu böyük uğur münasibəti ilə bütün Avaran kənd sakinlərini ürəkdən təbrik edirəm. Sobanız hər bir zaman isti olsun və eləcə də Qusarın qazlaşmamış bütün kəndlərinə də bax bu möhtəbər hadisəni arzu edirəm. Çox mübarək. Bütün ölkə ərazisində olduğu kimi, Qusar rayonunda da əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Rayonumuzun 90 yaşayış məntəqəsindən qazlaşdırılmış məntəqələrin sayı 49-a çatır. Bu il bu siyahıya Mucuq və Avaran kəndləri də əlavə olunmuş və daha bir kəndin, Xürel kəndinin də qazlaşdırılmasına başlanmışdır. Oktyabrın 3-də Qusar rayonunun Avaran kəndində təbii qazın verilməsi ilə bağlı tədbir baş tutub. Tədbirdə Qusar rayon icra hakimiyyəti başçısı Sarı Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının və Azərqaz İstehsalat Birliyinin rəhbər şəxsləri, eləcə də kənd sakinləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qusar rayon icra hakimiyyətinin başçısı Sarı Məmmədxanov bu əlamətdar gün münasibəti ilə bütün kənd sakinlərini təbrik edib. Dövlətimizin regionların sosial-iqtisadi inkişafı, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş miqyaslı layihələr haqqında ətraflı məlumat verən icra başçısı şəhər və kənd yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik enerjisi təminatının yaxşılaşdırılması, su infrastrukturunun yenilənməsi kimi layihələrin sakinlərin həyat şəraitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bəzən səbirliklə, bəzən səbirsizliklə gözlədiyimiz o an Avaran kəndinə də gəlib çıxdı. Ölkə rəhbərlərimizin dəstəyi ilə həyata keçirilən daxili siyasət, o cümlədən həm iqtisadi, həm sosial siyasət gəlib bizim növbəti bir addım olaraq Avaran kəndinə də çıxıb. Biz bir neçə vaxt bundan öncə belə bir tədbiri Mucuq kəndində həyata keçirdik və orada da təntənəli formada bir açılış elan elədik. Eyni zamanda bizim bugün Xüreldə çox açığı deyim sizə sürətlə işlərimiz gedir. Əminəm ki, yaxın zaman deməzdim, hər halda bu istehsaldır, hər proses var, təchizatı var, komplektasiyası var, gəliş var, gediş var. Proseslər davam edir və əminəm ki, biz bunu da başa çatdıracağıq. Bizim Azərqaz İstehsalat Birliyi ilə çox gözəl, çox səmərəli, bu sözü mən demirəm, onun rəhbəri mənə söylədi və mənim üçün də çox xoş oldu. Biz Respublikada yeni bir layihəyə başvurduq. Layihə də çox gözəl səmərəli getdi. Biz təqribən hesaplamışdıq 700 evə qaz çəkilsin bu il qışa qədər. Prinsip etibarla o da məqsəd olaraq qarşımızda durur. Problem görəsi bir məsələm yoxdur. Onların cəmsi 92-sinin çıxarışı var. Yerdə qalan heç kimin çıxarışı yox idi və ilk olaraq bunu hörmətli Azər müəllim də bizim görüşümüzdə söylədi ki, Cənab Prezidentin tapşırığı ilə getdiyi qəbullarda hər zaman Qusarın tətbiq etdiyi layihəni hər kəsə örnək kimi misal göstərir. Doğrusu mən biraz ehtiyat edirdim bu məsələdən. Sonra Cənab Sədr deyəndən sonrasını düşündüm ki, burada da bunu demək olar. Bu bir nümunə oldu, çox sağ olun və açığı sizə deyim, mən bilmirəm nə qədər siz bu məsələni qəbul edirsiniz. Hər halda mən düşünürəm ki, bu doğrudan çox vacib və önəmli bir məsələ. Rayon rəhbəri layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara və şəxslərə təşəkkürünü bildirib. Əlbəttə, mən burada heç şübhəsiz ki, çox dərin təşəkkürümü bildirməliyəm Müzəffər Ali Başkomandanımız, dövlətimizin diqqətini xüsusi vurğuladım və bir daha vurğulayıram ki, dövlət başçımızın bugün Qusara olan münasibəti göz qabağındadır. Qazla yanaşı bu il ali rəhbərimiz həm yol üçün bir sərəncam imzaladı, həm 10 illərlə gözlədiyimiz Bənövşə gölün bərpası üçün vəsait imzaladı.
və bu ilin büdcəsində nəzərdə tutdu. Dünən mən Su Agentliyi rəhbərliyi ilə danışdım. Bu yaxınlarda Bənövşə gölünün bərpası işlərinə başlanılacaq. Artıq smetalar tutulub, filan tutulub. Və beləliklə zaman-zaman məktəblərimiz və s. 5 məktəbimiz təmir olundu. Bir məktəbimiz yenidən tikildi. Bir məktəbimiz davam olur. Artıq gələn növbəti il üçün 4-5 məktəbimizin həm təmiri, həm yeni tikintisi nəzərdə tutulub. Bununla da biz əlaqədar elə 5 gün bundan öncə İqtisadiyyat Nazirində görüşüm keçdi. Vacib məsələ 2026-cı ilin prosesləridir. İndidən biz bu proseslərə başlamışıq. Azərqazın nümayəndələri də öz çıxışlarında qeyd ediblər ki, layihə çərçivəsində 382 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün magistral və məhəlli qaz xəttləri çəkilmiş, qaz tənzimləyicisi, şkaflar, sayğaclar və digər avadanlıqlar quraşdırılmış və bu istiqamətdə işlər bugün də davam etdirilmişdir. Açılış mərasimində çıxış edən kənd sakinləri onların sosial rifah halının yüksəldilməsi, rahat həyat şəraitinin təmin olunmasına, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə uzun müddətdir əziyyət çəkdikləri problemin həllinə, Avaran kəndinə təbii qazın verilməsinə görə rayon rəhbərliyinə, Azəriqaz İstehsalat Birliyinin rəhbərliyinə və bu işdə əməyi keçən bütün digər aidiyyatı qurumlara minnətdarlıqlarını bildiriblər. Ümumiyyətlə Avaran kəndi üçün çox deməli uğurlu keçibdi. Asfalt yolu çəkilib qurtarılıbdı. Qaz xəttlərinin çəkilişi çəkilib, evlərdə çəkilir. Ondan sonra təmiz suyu xəttlərin çəkilməsi, internet xəttlərin çəkilməsi 25-ci ildə tamam olduğuna görə yenə də mən əlaqədar təşkilatlara, o cümlədən bu qaz çıxarışında iştirakı olan Qaz İdarəsinin rəhbərliyinə və bütün əlaqədar adamlarına öz təşəkkürlərimizi bildiririk. Zəhmət çəkən işçilərimiz var, fəhlələrimiz var. Onlara can sağlığı, prezidentimizə təşəkkürlər edirik. Ona görə ki, bizə bu yaxşı vəziyyət bizə təşkil edib, bizi bu çətin vəziyyətdən çıxardı. Ardınca şəhid ailələrinin üzvlərinin iştirakı ilə Avaran kəndində təbii qazın verilişinin rəmzi olan məşəli alovlandırıldı. Rayonun icra başçısı ənənəyə sadiq olaraq kənddə yaşayan Hacıyevlər ailəsində qazın yandırılma prosesində iştirak etdi. Buyurun, xahiş edirəm. Tədbir rayonun öz fəaliyyət kollektivlərinin təqdimatında konsert proqramı ilə davam etdirildi. Əziz Avaranlılar, evləriniz hər zaman isti olsun. Feyruz Qayıtmazov, F Production, Qusar, Avaran.